Salam dostlar. Bugün deməli mövzumuz olacaq table yaratmaq, yəni cədvəl yaratmaq. Create table yazıram bura. İlk dərsimizə baxsaz görəcəksiniz ki, biz deməli database yaratdıq. Database yaratmanın dediyi iki növü vardı. Bir əllə, bir də ki sorğu kodla. Table da eyni qaydada olacaq. Yəni istəsək əlimizlə də yarada bilərik, istəsək kodla da yarada bilərik. Mənim məsləhətim təbii ki, kodla yaratmaqdır, daha rahatdır. Amma gəlin birinci əllə yoxlayaq. Database açmışdıq burada. Səhv eləmirəmsə Adnusu, bəli, Adnusu açmışdıq. Və buradan buna toxunandan sonra bura basırıq, burada plus işarətindən. Sonra tables-a gəlir. Tables-a gəlib sağ düymə eləyəndə new table-a basırıq. Aha. Burada table-ımızın sütunların adlarını yazmalıyıq. Məsələn, düşünək ki, bu bizim nə olsun? Bu bizim tələbələrimizi saxlayan bir cədvəl olsun. Deyək, ada nə qoyaq? Birinci tələbənin ID-si olmalıdır. Mütləq hər bir cədvəldə ilk sütun ID olmalıdır. ID nədir? Onun identifikasiyası, yəni sırası belə deyək, yazmaq lazımdır. Məsələn, yazaq tələbə ID. Tələbə ID. Gəlin belə yazaq. Data tip. Data tiplər haqqında gəlin bir qısa danışaq, sonra keçək. Data tiplər nədir? Deməli, hər sütundakı verilənləri saxlayan bir vasitə deyək. Məsələn, adlar, ad, soyad, bunlar varchar, envarchar kimi yazılacaqdır. Varcharla envarcharın nə fərqi var? Varchar deməli ASCII-də işləyir, envarchar isə Unicode-da işləyir. Məsələn, biz varcharla sadəcə bilinən hərfləri yaza bilirik. Amma məsələn, Azərbaycan hərflərini yaza bilməyəcək. Envarçarda varçarla yazsaq sual düşəcək Azərbaycan hərfi, ə hərfidir, ü hərfidir. Nə məsələn, Yapon, Çin və sair başqa əlifbalarda yazmaq üçün envarçardan istifadə etməliyik. Envarçar deməli Unicode-da yazılır. Sonra deməli ID və sair ID-dir. Deməli rəqəm saxlayan, ədəd saxlayan hissələr int ilə yazılır, integer deyilir. Məsələn, intin əvəzinə tiny int də var, tiny int, small int də var. Bunların nə fərqi var? Tiny int səhv eləmirəmsə 200 neçəyə qədər olmalıdır. Bundan məsələn yaş falan saxlaya bilərik. Small int-dəki deyək ki, məsələn belə bir düşünək də. Məsələn, fikirləşəcək çox böyük ID-lər olacaqsa mütləq int yazmalıyıq. Yəni int çox böyük bir verilənləri saxlayır. Sonra nə deyə bilərik? Hələlik yəni bunları deyək. Digər cədvəllərdə yaradanda deyərik ki, başımız qarışmasın. Ya da sırf verilənlər tiplərinə aid bir dərs qoyaram. Aha, deməli tələbə ID dediksə, tələbə ID çox ola bilər deyə int yazırıq. Allowance nədir? Boş buraxmağa icazə vermək. Sonra tələbə ad ya da ad yazaq da bunu ad da yaza bilərik. Ad. Bayaq sizə dedim ki, varchar və yaxud envarchar. Biz envarchar yazmalıyıq bunu. Çünki dediyimiz kimi mən Azərbaycan dili əlifbasından yazacağam. Soyad da yazaq. Soyad da yenə envarchar. 50 nədir? 50 dənə hərfdən ibarət olmağını deyir. Məsələn, maksimum 50-dən yaza bilərik. Soyad, yaş deyək, age. Yaş yazaq da hamısını Azərbaycanda yazmışıq. Yaş, bunu tiny int yazaq da. Çünki dedim axı yaş kiçikdir. Tiny int yazdıq. Vəsə. Bunu biz yaratdıq. Deməli bunu save eləyək. Aha, save eləyən kimi burada table-ın adını istəyir. Biz table-ın adını nə qoyaq? Tələbə. Tələbə qoyuram. OK. Bu bizim tələbə cədvəlimiz yaradıldı. İndi baxın, yenə refresh hissəsini sizə keçən dərs izah etmişim. Refresh-ə bastıq. Refresh-ə basdıqdan sonra tables-a basırıq. Artıq gördünüz DBO tələbə. İstəsəz buna baxmaq üçün design-a basırsınız buradan. Gözüm bağlayayım. Bu açıldıq yenə də ona görə deyirəm bunu bağlayayım. Dizayna basaq. Aha, gördünüz. Bura istəsək yenə sütunlar əlavə edə bilərik nə vaxt istəsək. Və bunları edit falan, bunlar başqa dərsdə deyəcəm. İçinə məlumat əlavə etmək falan. Bu əməllərdə deyərik bunu. Deməli, gəlin keçək ikinci yolumuzdan table yaratmağı. Bu dəfə tələbə yox da biz bu dəfə fənlər gəlin table yaradaq. Baxın, kodla yaratmaq üçün birinci sizə kodun strukturunu deyəcəm. Create table name.
Ümumiyyətlə create-lərin hamısında belə bir şey olacaq. Create yaradacağın vasitənin adı və yaradacağın deməli table və yaxud prosedur, funksiya, nə bilim, database-in adı. Bu şəkildə olacaq struktur. Bu strukturu bilmək mütləqdir. Aha, create table deməli nə dedik? Dərslər deyək. Dərslər. Elə dərs yazaq elə. Deməli dərs ID birinci sütunumuzdur. Dərs ID. Dərs ID yazdıqdan sonra onun verilən tipin yazmaq lazımdır. Bayaq int dedik. ID-ləri nə ilə yazırıq? Int-lə. Int. Orada null düyməsinin quş qoyduq. Yadınızda not null yazırıq ki, boş olmasın. Sonra hə, bir də bağışlayın, burada demədim. Möhtərizəni açmaq lazımdır. Orada möhtərizəni açıb möhtərizənin içində yazmalısın hər şey. Aha. Deməli, sonra deməli dərs ad. Dərs ad yazaq daha yaxşı olsun. Ad soyad. Dərs ad, dərsin krediti. Dərsin krediti. Dərs ad, dərsin. Dərs ad nədir bu? Ad olacaq. Yenə envarçar yazaq ki, çünki məsələn deyək məsələn ədəbiyyat yazanda ə istifadə etməli olacaq. 30 bəs eləyər polunu. Not null. Not null-dan sonra da mütləq vergül qoymaq lazım ki, digərinə keçsin. Aha, vergül. Vergül qoymayan kimi qırmızı yanmalıdır. Dərsin krediti. Dərsin krediti bitişik yazmalıyıq. Belə yazmalıyıq. Bağışlayın. Krediti. Dərsin krediti deyək ki, kredit ümumiyyətlə 1-dən 10-a qədər, 1-dən 30-a qədər fikirləşək. Ya tiny int yazaq ki, çox yer tutmasın bazamızda. Not null yazaq. Məncə bəs eləyər. Dərsin krediti, dərsin krediti ID. Nəsə də bu yəni rəsmi bir baza yaratmırıq. Sadəcə öyrənmək üçün yaradırıq deyə o qədər bir önəmi yoxdur. Baxın, buna basırıq, əvvəlcə yoxlayır. Məsələn, səhv varmı? Aha, gördünüz, nəsə səhv idi. Hə, möhtərizəni açmışıq, amma möhtərizəni bağlamamışıq. Aha, indi işləməli. Görürüz, qırmızı işarə getdi. İndi yenidən yoxlayaq. Bu yoxlamaq üçündür. Bu, yəni şeydir, run eləmir. Sadəcə yoxlayır, görürsən səhv var, yoxsa yox. Gördünüz, səhv yoxdur. Artıq execute düyməsinə basa bilərik. F5-ə də basa bilərik, Ctrl Y-yə də basa bilərik. Bacarın, yəni klaviaturanı işləyin. Yəni daha sürətli olur, amma məsələn kiminsə də əllə işləməyi rahatsa elə də eləyə bilər. Aha, cədvəlimiz yarandı. Amma bir problem var ki, biz bazanı seçməmişdik burada. Görək, bura düşdü, məncə düşməyəcək. Yəni, baxın. Aha, düşmədi, gəlin belə eləyək. Baxın, burada database-i seçmək hissəsi var. Sizə demişdim, database nə işə yarayır, cədvəli əlavə etmək üçün. Yəni, biz burada əlimizlə də seçə bilərik bazalarımızı. Baxın, adını suya əlavə etməliyim də düzdür. Bunu belə də seçə bilərəm, adını su. Bunu yenidən yaradacağım. Adını su belə də seçə bilərik. Use, deməli, ADNSU. Belə də yazıb execute eləsək, yenə bunu seçək. Siz bunu qoyun, yenə də masterə qoyun. Masterə. Baxın. Execute eləyən kimi yuxarıda gördünüz adınızı düşdü. Bunu etmək lazımdır. Sonra indi bunu istifadə eləyək. Yenidən işlədək ki, ora düşsün. Execute elədik. So, refresh eləyək. Refresh elədik. Tablesa baxdıq. Baxın, gördünüz. Dərs cədvəlimizə düşdü. Dizayninə yenə baxaq. Gördünüzmü dostlar? Yəni, biz iki yolla yaratdıq bunları. Deməli, ya əllə yaratmaq lazımdır, ya da belə bunun kimi. Bu qədər. Dərsimiz bu qədər idi. Yəni create table-dan deyə biləcəklərimiz bu qədərdir. Yəni biz onsuz da müəyyən qədər mövzu keçdikdən sonra, yəni böyük bir data, rəsmi bir data deyək də, yəni sadə izah etmək üçün lazım olmayan bir data deyək yaradanda orada ətraflı daha çox şeylərdən danışarıq. İndi inşallah düşünürəm ki, bu int-dir, universaldır, tiny-dir, desimaldır və sair kimi data tiplərin sizə bir dərsdə izah edərəm, başqa bir dərsdə. Bu qədər. Mütləq mənlə işləyəndən sonra özünüz də səmk edin bir database yaradın, table yaradın, bu use-u istifadə edin. Buradan seçməyi yoxlayın, həm əllə, həm kodla yaratmağa çalışın. Bunlara baxın. Yəni error almaqdan falan qorxmayın. Özünüz də görürsünüz, mən belə neçə müddətdir istifadə etsəm də neçə illərdir mötərizəni unuduram. Bəzən məsələn bir hərf səhv yazıram. Yəni error almaqdan qorxmayın. Sağ olun, təşəkkürlər izlədiyiniz üçün.